hikmət elə bir daddır ki, hikmət elə təravətli bir şeydir ki, belə deyim. Elə onu dadan, nətər ki bir dadlı bir şey dadanda ağzına, damağına yayılır. Onunla dadanda həmin insanın ruhu təravətlənir. Kasıb da olsa, xəstə də olsa, hansı vəziyyətdə olur olsun, dünya gözündən hansı xoşagəlməz vəziyyətdə olur olsun, görürsən ki, bu adam sanki elə bir indi qanad açıb uçacaq. Təravətlənibdir ruhu, hikmətlə təravətlənib. Hikmət də Allaha olan mərifətdən əldə edilən hikmətdir ki, o insanın ruhunu elə təravətləndirir ki, bir insanın bir xəstəliyi də olsa, lallığı, karlığı da olsa, əlilliyi də olsa, kasıblığı da olsa, nə olur olsun görərsən ki, bununla danışanda görərsən ki, bu insan həyat doludur. Dolub daşır həyatla. Buna deyirlər, o insanda tərafül hikmə, yəni hikmətlə təravətlənibdir. Belə olmağı cahilliyindən deyil, səbəbin bilir. Kasıbdır, arsız deyil. Kasıbdır, amma görürsən ki, bunun hər şeyi var. Bilməm, elə insanlar qabağınıza çıxır, görürsən ki, bir borcu adamla danışırsan, görürsən ki, bu saat təsəlli verir.